Salam aleykum dostlar. Bugünkü videomuzda biz dedektif olarak PUBG Mobile'da hile işleden insanları banlayacağıq. Videomuza keçmədən öncə kanala abunə olub like atmağı unutmayın. Videomuza keçək. Güvənlik mərkəzinə girək. İndi mən dedektif olmuşam. İndi çox adam soruşacaq ki, dedektif necə olunur? O vaxt olunurdu. Mən olmuşam deyə indi göstərmirəm. O vaxtı çəkməmişəm. İndi dedektif yerə girək. Mən gördüyünüz kimi level 6-yam. Müfəttiş 10 başıyam. Bu karta sistemli dedektif 1000 baş olanda bu açılır. Buradan izləyə bilirsən. Amma mən dedektif er olduğuma görə mən ancaq 15 videonu izləyə bilirəm. İndi videolara keçək. Videoyu incələyə vururuq. Videonu incələyirik. Görək necə hilə çıxacaq. Bu Meteorol hiləsidir. Və siz də mən neçə dənə düz elədim və ya səhv elədim, onları yorumlara yazın. Bu röntgendir, bildiyim qədər. Bir də otomatik nişana bənzəyir. Bir də belə bir turbodur. Çox tez-tez hərəkət ediyor bu. Bu nerede sessiz vaxtdır? İhlal bulundu. Otomatik nişan. Tamam. İncelemeye devam ediyoruz. Bunun hilesidir. Hesap gördüğünüz gibi Scott başı hesaptır. Bu duvar hiləsidir. Bu adamlarda olduğunu görürük. Duvar hilesi. 89% düzdür. Getdik 3-cü videomuza. Burada nə edir? Duvar hiləsinə bənzəyir, çünki o adamın divar arxası gəldiyini görür. Burada da yuxarıda gördüyünüz kimi yazılır, başqa dedektif bu maçı izləyir. Bu oyuncunun dəqiq hilə olduğunu bilim, 2 dedektif bu oyuncuya görə gəlib bu maça. Onlar karta sistemindən gəlirlər. Biz irəliyən günlərdə çox videoyu incələsək, karta sisteminə bizə daxil olacaq. Onda sizlərlə kaliteli qəşəng videolar çəkməyə çalışacağıq. İndi mən bunu duvar hiləsi eləyirəm və bir də röntgen. 79% düzdür. Bu nə edir? Bu da duvar hiləsinə bənzəyir. Adam hara gedəcəyini bilir bu. Ora görə nişan alır bu. Bu otomatik nişan və duvar hiləsidir. Bax, onu da görürüm, ərz eləyirəm. Görür onu. Bir də raşa gedər. 2 adam birdən görür. İndi onu vuracaq. İndi soldakını tutacaq. Buna otomatik nişan. 73% düzdür. Getdik 5-ci videomuza. Bu nə edir? Buna hələ hilə demək tam olmaz. Bu nə? Bu silahı tapdır. Bunu otomatik nişandan silah təpəməyə bildirəcəm. Buna mütləq otomatik nişan bildirilməlidir. Otomatik nişan və silah təpəsi. 65% düzdür. Keçirik 6-cı videomuza. İncələməyə davam. Bu nə olur? Bir də kanala abunə olmayı sizlər, bir abunə olmağı unutmayın. Yeni videolar çəkmək üçün. Bu bayıldı burada. Bir də like atın. Buna ne olur valla? Bayılık bu.
Bu necə hilədir bu vanna? Yəni burada hamısı hilədir. Çünki bura düşəndə hamısı hilə olur. Deyək ki, neyəcək? Mən tam bildirəmərəm, hilə görmədim bunda. Bunun bəxti yoxdur elə də. Bayıldı. Bu duvar hiləsidir. Deyirəm axı duvar hiləsidir. Bu da xoşuma gəlir. Siz də dedektivsə bir şey fikir verərdiniz. Bütün hilələr Metal Royale'da olur. Onu mən bilmirəm. Klassik hilələr az olur. Alaq video incələmə girəm, ancaq görürəm ki, Metal Royale hilələrdən hamısı. Bir faiz düz. 8-ci videomuza keçək. Otomatik nişan və otomatik nişandır. Dəqiq bu otomatik nişandır. Çox nişan alır. Resmen qalışlardan alır. Bu da nişan alır. Otomatik nişan. Sürət tərəfəsi. Bu düzünə sprey atır. Konflikt olsun qədər sprey atanmaz. Öylədir bu. Bu ne iniyor? Hala bu ne spreydi hala? Lazerini düzelt bir. Otomatik nişan değil. Ters otomatik nişan. 10. videomuza geçsek. Aa, 16 spreyine bak o zaman MK ile. Zamat MK ile atanda buluğa kadar qalxır. Şöydəki təyyarəyə qalxır. Bu da var hiləsi otomatik nişandır. Orada adam olduğunu bilir. Orada da olduğunu bilir. Yani görür bu adamları. Otomatik nişan. Hiç otomatsın nerede? Otomatik. 11. video. Burada duvar ilası bu orada adam olduğunu bilməməliydi. Bu kompüter oyunsuzdur. Çünki o orta ses kasır. Ben naçını taxanda bu kadar ses kasandı. Normal yaxşı kasır bu sesi. Sen duvar olarak bildirək. Sen çək 12. videomuza keçək. Bu da duvar ilasına oxşuyur. Bir de otomatik nişan buna bildirərəm. Adamı yerini bilir. O sarıdırsa orada o adam görməməlidir. Amma bu görür.
Baxın, sarın üstündən vurur, amma headshot deyir adamı. O gəlir üstdən vurur, headshot deyir ona. İlişdədən də ilişdədin ki, qoy bir bu kadar saf olmuyor. 13. videomuza geçelim. Bu ne sprey? Bu spreyden bizde de olabilir. Oo, wow. Adın otomatik bir şey ve silah təpəsi bildirəcəm. Dəqiq o deyil, dəqiq. Hə, otomatik nişan, silah təpəsi. Yəni bu oyun haqqında oynayan oyuncu çox azdır indiki vaxtda. Əvvəl hər kəs öz haqqı ilə oynayırdı. İndi hər kəs ya VPN ya config. Bilmirəm, hər kəs bir şey oluyor. Biri var, gedir, config qurur, bait settings eləyir, bait set eləyir, bot set eləyir. O hesabı sonra satır. Adamlık deyil. Haqqı ilə oynayan oyuncu azdır. Bu otomatik. 15. video çekecek. Bu neymiş? Bu VPN işlədir. Bunun hərəkətlərindən bilir ki, bu VPN işlədir. Allah, bu nədir? Allah, düzünü atır, mərmi o izə gedir. Bu nədir olan şeydir. Adamı tutturur, amma mərmi o izə gedir. Bax, duvarı kəsindirəm. Bekliyorum. Böyle şaştık. 16. video çekiyoruz. Bu ne? Hesabı fulldu bunun. Belliləri hile işlədir. Adama xoşu gəlmir. Vurdu birini. İndirmeyi nişan alıp bunu vurmak istedim. Otomatik nişan bildireceğim. Dur geçsin. Yani 17. video geçecek. Oo, hesap nadir hesaptı. Son kalsın ona fikir vereyim. Baby paraşütü yoksa mahalle geldi. Kardeşim sen ne yemiyorsan bu ne spreydi? Bu ne atıştı? Bu var bir dakika. Bunu yaptım sonra. 18. video. Oo, Baby'nin sunkası. Scarlet. Maskara Scarlet'si. Hesaba bak. Araçları kastan döndü. O kardeşim sen ne yeniyorsun sen? Nasıl? Aa, çektim. Çek sesini. Bu öldü. Getdi bu. İkinci dəfə cəhd eləyir. Duvar eləsi biləcəm. Burada otomatik hasar. 19. video çəkir.
vurdu. Bunu da vurulmuştu. Hedefte bize ummatsız değil. Ben onu böyle yazayım. Otomatik nişan. Buraya turbo verin. Hiçbir şey değil. Ve axırıncı videomuz sonuncu video. Bitir. Bu 100 FPS falan belədir. Kalitəsi siz fikir verin. Akıcı olmayana baxmayın. Ama kalitəsi çok sıkıntı. Qabağında açıq adam ölmək istəmirik. Gizlənir. Vuracaq indi onu. Yox, vurmur. Neynir? Onu daldırır. Bu duvar ilə onu daldırır. Evet. Bugün hiç izleme kurtardı. Daha. Neyi çıxarıq və bir giririk yenə. Hediyemiz var. O malzeme sandığı verdi. Sonra bu ünvan alacağım. Baxayalım bu ünvanda destans ünvanı, müfəttiş binbaşı. Hani binbaşı. Cəza raporları. Bu kadar. Bir tane de Livcoin. Yok Livcoin demek. Bir tane de ambar oynayaq bitsin. Silah oynan qar. Biç. Başladı. Ben ne vurdu? P90 dayanamaz. Tasarmıyordu. Numara vurdu. Sonra da bir Ay heyşiydi. Sen yıla. Sen yıla. Aslında bu kalıyor tabii. Diyen beni gördüm. Vurdular. Yukarıda. I need consumables. The red team is unstoppable. Bu ne da? Emniyette spreydi. Emniyette çekmedi.
Hıttı. I need Solda. consumables. Unstoppable! Rusher. Red team Aa. is about to win. Reloading! Sol bozuk. Ama ne yapıyorsun? Oldu. Sesi gidiyor. Ooo, geçti bu da. Yok. Yumruk. Sesi gidiyor. Ay, Killing sesiymiş spree diye for bunu the blue olmadı. team! Evet. Bu ne daha? Oğlanlık ala. Baldan vurma. Kavga. Killing spree for the red team! Killing spree for the blue team! Oo, zordu. Kuduzdu. Ay bile ben bilmem ne kuduzdu ha. Evet ben açıldım. Bir şey olmaz. Ama telefon çok kasır bu videoların vaxtı. Sizin bir məsləhətiniz var. Yorumlara yazın da video çəkmək üçün hansı proqram yaxşı. Video çəkən vaxtda telefon çox kasır. İsinir, kasır. Bu bilmirəm nədəndir. Buradan hepsini ala bırak. Yəni videoların vaxtı kasır, videoda olmayan vaxtı kasmır. Buna baxın, buradan çıxacağım. Və bura girəcəm. Buradan gündəlik hədiyyələr almağa. Amma bu söyleyeyim. Məndə azdır. Mən arenadan az girim deyil. Məndə azdır. El adam var kademiyası çoxlu azdır. Nə qədər reypi puanı var? 94. Nasıl bir şey çıxası deyil. İstəyək. Bəlkə bir şey çıxır. Kim bilir. Çıxmadı. Oy! Oy! Nasıl? Ayda! Buna bax. Hala tək attım bu qıya. Oy bile. Oy bile. Tək attım ha bu qıya. Zor çıxdı aslında. Amma mən bunun çıxmağını biraz çox istəyirəm. Of. Bu qıya tək attım. Bu nə demək? Oy. Sən başqa vaxt atsam çıxmaz. Bəxtə baxın. İndi çıxdı. Koleksiyonculara gireyim. 47 koleksiyoncu olan kimi 36. Bonus pas atacağım indi. Bonus pas görüntü olur ya. 47 koleksiyonculara kimi 2 dənə amblem verir. 2 dənə amblem alan kimi nə edirəm? Mantifora girirəm. Basıram silahlardan. Mən çoxsunu almışam buradan. Victor almışam. Sonra M24 almışam. M7 almışam. İndi Umpin alacağım. Bu Umpin istəyirəm. Çox süper Umpidir bu. Tek yaptım o buraya. Baxda baxın. Helsinə dostlar. Sağ olun, salamat qalın. Sabah yeni video ilə qarşınızda olacaq və kanala abunə olub like atmağı unutmayın. Sevilirsiniz.